Bu sıradan bir hadisə deyil. Bu sadəcə olaraq bir izdihamın çölə çıxması deyil. Allah övliyası üçün milyonlara çevrilib 10 günlərlə çöldə durmaq özü bir alqoritmdir, ilahi alqoritmdir. Özü dünya və axirət xeyir-bərəkətini ümmətin üzünə açır. Ona görə insanlıq, dünya bərəkət tapır ki, insanlar nəhayətdə anlasın ki, mənə imam lazımdır. Mən Allah övliyasının tərəfindəyəm. Mən onu istəyirəm. Bu istək özü yerə göyə bərəkət verir. Hər vasitə ilə İmam Hüseyin əleyhissalama yanaşmaq, yön almaq, hidayətə doğru yeriməşdir. İslam ilk zuhur etdiyi gündən Allah imam və ümmət məsələlərini xüsusilə saxlamaq istəyir. İslamın ilk anlarından görürük ki, Allah ümmət və imam məsələlərinə önəm verir. Onu qorumağı vacib bilir. Cəmiyyətlərin sağlam düzəni üçün ümmət və imam münasibətlərinin yerində olmasını göstəriş kimi insanlara çatdırır. İmamsızlıq cəhənnəmdir. Həqiqətən də İslamın və Quranın xoşbəxt cəmiyyət üçün, həm dünya xoşbəxtliyi üçün, həm axirət xoşbəxtliyi üçün əsas formulu imam ətrafında ümmətin birləşməsidir. Ümmətin imamından ötürü, Allah övliyasından ötürü milyonların bir olub ayaqda dayanması özü qapı açır. Özü yaxşı bir işdir heç. O yaxşı bir işdə özü heç. Yaxşı bir iş olaraq da özü qapı açır. Ərbəin ziyarəti Allahın bərəkətinin yer üzərində təcəllisidir. Cəmiyyətin bərəkətlənməsinin göstəricisidir. Ərbəin ziyarəti mübarək bir ziyarətdir, böyük bir ziyarətdir. Sanki İmam Hüseyin əleyhissalamın hərəmi haqqın qapısıdır. Ona doğru axın eləyən zəvvarlar isə haqq yolunun yolçulardılar. Yoldakı bütün nemətlər və xidmətlər o yolçuların ixtiyarındadırlar. Ondan istifadə eləməyə icazə verilir, amma ilişib qalmayasan orada. Bəlli bir gündə özün o qapıdan içəri salasan. İstifadə eləmək olar, amma gərək səni yoldan saxlamasın. Bu yolun yolçuları bir şey unutmamalıdırlar ki, İmam Hüseyin əleyhissalamın özündən sonra tarixin bütün anlarında eşidilən bir dənə şüarı var. Heyhat minnəz zillə. Zillət bizdən uzaqdır. Bəzən cavanlar elə başa düşürlər ki, heyhat minnəz zillə ancaq zülmün qarşısında dirənişə səslənişdir. Yəni zillət bizdən uzaqdır, mən zalim bir rəhbərə tabi olmuram. İmam Hüseyin əleyhissalamın Mədinədən Kərbəlaya olan çıxışlarına, məktublarına, çağırışlarına baxanda görürsən ki, öz yol yoldaşlarını seçərkən düşmənlə qarşılaşmaq üçün yox, düşmənlə döyüşmək üçün yox, Allahla görüşmək üçün yol yoldaşları seçirdi. Adəmdən Xatəmə qədər zillətin birinci başa düşülən mənası Peyğəmbərlərin təlimində günahdır. Günahdan çəkinməyən bu yol yolçuları təkcə mən zalımı əzəcəm, zülmün qarşısında dayanacam, zalıma çıx, belə olmur. Günahıyla, özündə daşıdığı günahla mübarizə aparmayan, ona qarşı tədbir görməyən, plan qurmayan, günahdan arınmayan bütün insanları döyüşkən olsalar da İmam Hüseyin özündən ayrı salırdı, kənarlaşdırırdı. Deyirdi, səndən mənə yol yoldaş olmaz. Və görürük ki, döyüşdə axtarmadı o. Sərkərdə seçmədi. Qəhrəman, oxçu, qılınc vuran, nizə vuran onu axtarmırdı. Deyirdi ki, hər kəs bizim yolumuzda canından keçməyə hazırdırsa, bu bir, ikincisi nə deyir? Və nəfsini Allahla görüşə hazırlamışsa, buyursun gəlsin yol yoldaşı olaq. Bizim yoldaşımız olsun. İndi yaxşı zülm qalıb burada, zülm tüğyan eləyir, zalim at oynadır. Əşi günahı sonra gedib düzəldərəm. Hələ bir zalimin cavabını verək. İslam reseptində günahı ilə məşğul olmayan yol yoldaşı, hərəkat yoldaşı zalimin qarşısında keçib onun cərgəsində dayanacaqdır. Səndən olmayacaqdır. Bu bir mənalı olaraq belədir. Mən İmam Hüseynin yol yoldaşıyam, yolçusuyam, o yolun yolçusuyam deyən insanları həm də günahı barəsində tədirgin görməlisən. Narahat görməlisən ki, bir-bir günahlarını özündə axtarır, tapır, illərlə mübarizə aparır ki, o məndə olmasın. Bu pis xasiyyətimlə mən mübarizə aparıram. Çünki mən haqq yolunun yolçusuyam. Günah zillətindən imtina etməyənlər əvvəl-axır bu yoldan sapacaqlar.